İran, İraq və İsrail hava məkanlarında tətbiq olunan məhdudiyyətlərlə əlaqədar bir sıra beynəlxalq aviaşirkətlər ehtiyat eniş üçün Heydər Əliyev beynəlxalq aeroportuna müraciət ediblər. Eyni zamanda Azalın Bakı, Tel Aviv, Bakı, Bakı, Dubay, Bakı, Bakı, Tehran, Bakı reysləri təxirə salınıb. İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədi ilə Heydər Əliyev beynəlxalq aeroportuna ehtiyat enişi üçün sorğular daxil olub. Belə ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında bir sıra aviaşirkətlərin reysləri Bakı hava limanına uğurla eniş edib. Həmin aviaşirkətlər arasında Ajet, Fly Dubai, Air Arabia, Cəzirə Airways, Etihad Airways, Turkish Airlines kimi aviaşirkətlər yer alır. Heydər Əliyev aeroportu bu reyslərin qəbulunu, sərnişin təhlükəsizliyi, rahatlığı və sürətli logistik koordinasiya prinsiplərinə tam uyğun şəkildə təmin edib.